İran, İsrail və Türkiyə, Azərbaycan üzərində kimin nüfuzu daha güclüdür? Azərbaycan Cümhuriyyəti geostrategik mövqeyi ilə regionda böyük güclərin diqqət mərkəzindədir. İran, Azərbaycanla tarixi və mədəni bağlara malikdir, lakin son illərdə münasibətlər gərginləşib. İran regionda təhlükəsizlik və sabitliyə önəm verir, amma bəzən Azərbaycanın müstəqil siyasətindən narahatdır. İsrail isə Azərbaycanla hərbi və energetika sahəsində strateji tərəfdaşlıq qurub. Azərbaycanın neftinin 40%-ni alan İsrail, təsirli silahlar və texnologiyalar təmin edir. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Hərbi, iqtisadi və mədəni əlaqələr bir millət, iki dövlət şüarı ilə möhkəmlənir. Üç ölkənin Azərbaycan üzərindəki rəqabəti regionun gələcəyini necə formalaşdıracaq? Azərbaycan xalqı hansı tərəfdaşı seçəcək? Fikirlərinizi bizimlə bölüşün.